da, elə gəlmirlər. Doğru. Bir tek bir. Dalanın rəximiz qalıb, Allah'ın olsun. Qaymaq verilişi efirdədir. Efirdə deyəndə YouTube-dadır. Bizim həmişəki kimi, bizim bilirəm ki, izləyicilərimiz bu anı gözləyir, məhz bu anı. Bəli, daimi qonağım Cəmil Əhmədov bizimdədir. Xoş gəlmisiniz. Çox üzr istəyirəm. Qonşu otaqdan səslər gəlirdi. Saylas cibindəki tapancanı çıxarıb, qoruyucunu çəkdi və dəhlizə getdi. Dan Brown, Da Vinci-nin şifrəsi 62-ci fəslin sonu. 60. Keçən dəfə soruşmadım. Dedim biraz da oxuyasan sonra da. Bir dəfə bir veriş əvvəl demişdin ki, 1-dən 8-ə qədər şifrə. Dəyişiklik var yoxsa? Küverti 1 2 3 4. Oxşuyur ona doğru gedir, hə? Küverti QB ilə. Allah. O Wi-Fi şifrəsidir bu. Wi-Fi şifrəsi Da Dan Vinci Brown şifrəsi. şifrəsi. Sən savadsız adamsan, nə biləsən? Və həmişəki kimi əziz izləyicilər. Robert Langdon'dur o. Robert Langdon'un Onun hansıdır? adını çəkmə, bu verilir. Mənim olduğum verilişlərdə rəstlənədir. Mənə lazımdır öyrət şey. Sən neçə səhv edildin? 63-cü fəsil. Ora qədər o Langdon bir 40 dəfə görsənib. 4 dəfə Doğrudur şifrə sən? dəyişiblər. Qonşular qırır. Qoy- Və əziz tamaşaçılar, deməli hər dəfə kimi biz kitab tövsiyəmizi edirik. Cəmil Məmmədquzadinin Ölülər əsəridir. Bu qısa versiyasıdır, onu da oxuya bilərsiniz. Və əsas gözlənilən an gəlib çatdı. Bugünkü qonağımız Kamran Ağabalayevdir. Aktyor, bəzən rejissor, bəzən aparıcı. Bir dəfə qərət eləmişik də onu. İndi olub, ondan da danışarıq, Öz orada olub bax. Hə, özüm də orada olmuşam, ona görə. Bu arada bir dənə veriş başlamamızdan qabaq onu deyim ki. Hələ başlamayıb mən verim. Əvvəl onu deyim ki, yenə də sponsorumuz yoxdur. Bəli. Yenə də davam edəcəyik. Tamam, sponsor gətir. Hara qədər gedəcəksə gedəcək. Qolluğu neçə satsın? Bu qədər ya Əziz gəzdirmək dostlar. olmaz heç satsın. Yes, Yox, sizin xəbəriniz yoxdur deyə mən danışdım. Ha, çox üzr istəyirəm. Bəli. Aha. Mən danışmayacağamsa gedim. Hə, bu Yol nəqliyyat hadisəsi baş verdi mən bura gələndə. ağır yol nəqliyyat. Ağır yol nəqliyyat hadisəsi. Mən Bu işi böyüzü bu. üzüm bir tərəfi işdi. Prius markalı adını çəkməyəcəyim bu maşın. Priusu. Adını çəkməyəcək reklam olar. O bu taksilərdən nədir çəkdiyimiz? Qardaş, əlimi tutdum belə tutacaqdan. Özümü belə siləyində rahatlamaq istəyirdim. Yaş da keçib baxır, əl tutmaq vaxtı gəlib çatıb da. Çəli ilə gəzir. Çəli ilə gəzirəm. Bu nəsə var ya onda bir hikmət, bax çəlik. İndi Nə özünü oldu? döydün. Çıxdı, riski belə dəydi düz sifətimə bura. İndi bu veriş boyu başım ağrısa, üzürlü sayın dostlar. Baş ağrısı olmaz. Sən Baş maraqlı ağrısı döyülmüş, olmaz. bax məsələn birinci çəlik, indi özünü Bir döyürsən. işarələr də mənə gəlir. Müəyyən Heç adam. birinə Məncə sən heç birinə məncə sən bilirsən. Mənə Niyə deyirsən? niyə bu olur? Mən bilirəm. Mən buradan açıqlasam, bu nə? Gəl, bizi burada aparsın da. Hayır, mən burada. Bir nəfər adam burada sağ çıxmaz məsələn. Bax belə deyil. Əziz dostlar, həmişə kimi Kamran bəy, əvvəla xoş gəlmisiniz. Təşəkkür edirəm ki, dəvətimizi qırmadınız, gəldiniz bura qədər. Çox sağ olun, Müsal bəy. Bilirəm ki, sizin də verilişləriniz var və siz ora indi bizi də bir gün dəvət edirsiniz. Biz də Eləmir. Eləmir. İndi Eləmir. Hələ ki o səviyyəyə Ölkədə çatmamış. estetik cərrah qalmayıb. Çık verişəcəm. Bir dənə mən həkim adı deyib elə işte. O nə bilim. Yox, birini deyən. Ki bu filan kəs həkimdir. Həkim Qəniyev. Yəni sənin ruhunda bir həkimliyi var. Hə, həkim deyirlər. Laf o qədər həkim. Hə, həkim olmalılar. Yoxsa necə? Yox, nə bilim, nə. Ya bilmirik, sən verişimə necə düşmək olar onu Buna görə çağırıblar da bu gün qonaq. Sən verilişin qonaqlar necə Bizi olmalı? də çağırdı da. Hə, nəysə, indi biz onun verişdən sonra bir də danışarıq, Allah qoysa. İndi görə veriş. Sən elə verirsən sağ çıx. Bu gün hər şey olar sənə. Biz görək də Allah qoysa. Verişimizin formatını qısaca izah edeyim ki, mən xəbər oxuyuram. Sizin xəbərdən xəbəriniz yoxdur. Ona bir fikir bildirəcəyik, yəni bir görəcəyik ki, dünyada nələr baş verir, niyə bu belədir. Bu arada onu da deyim ki, evimiz bəli burdadır. Bizim bax bu həmin o evdir. Daimi ev, bundan sonra evimiz daimi ev. burdadır. Bu aşmayacaqdır. Təşəkkürlər dostlarımıza. Və ilk xəbərimizə Çox üzr istəyirəm, bütün qonaqlara deyirik. Bizə indi sən verişə baxmamısan da, məşğul adamsan. Yox, birə baxmışam. Birə baxmısan, hə, onda etsən də özün bildin. hə, televizorda nə istəsən gedə bilir. Yəni Nə istəsən, getsin, qoy getsin. Montajyor qardaşlarına xahiş edirik. Qoy. Yox, bir iki həkim adı çəkərəm. Yox, Ya orada təzə qanunla hashtag reklamca da olmalıdır orada. Belə iş yoxdur. Nəysə, yadıma düşsə nəsə, Yaxşı. verərik orada gedər. Nupaqadi qoymuşuq, nə bilim oradan
bu şəhərdə qoymuşuq gedib. Nə yadıma düşsə. Hə, dost danışın atasının adını qoyursunuz. Fuad İskəndərov qonağımız olan bölmə, bunu da qoyuram bura, baxarsınız. Vermişdik. İndi sizin belə bir Mənim atam yoxdur. Ağqara verək, Ağqara verək. Ağqara? Nə idi verək? Qafqarı olar. Bu verilişin adını bilmir, verilişi qonaq gəlmək istəyir. Bu verilişin adını bilmir. Əvvəl Ağqara idi də. Şu əvvəl idi. Hə, indi qapqara. Bəli. Qaralda gezir. Nəysə, Səndə qardaşlar. çörək iyi gəlmir, Kamran. Hə, Allahın olsun. Təzə istəyirdim, deyim Çaçan səni çağırım verilişi. Bu yana yıxılırdım. Məni? Hə, gördüm, yox. Deməli, əziz dostlar, mən yenə də həmişə kimi uzaqlardan başlayıram xəbərlərə. Dünyada baş verən müəyyən bir maraqlı hadisələr baş verib. Nicole Kidman. Yuxular görür. Deyir ki, mən yuxular görürəm, qeyri-adi və yuxularımı kitaba çevirəcəm, öz gördüyüm yuxuları. Və indi deməli tənqidçilər deyiblər ki, əgər ki belə bir mütəxəssislər deyiblər ki, əgər belə bir kitab çıxsa, hardasa proqnozlaşdırılır ki, 120 milyon civarında dollar qazana bilər bu xanım, aktrisa, Oskar mükafatçısıdır özü də. Və siz necə düşünürsünüz? Belə bir xəbər. Əslində maraqlı fikirdir. Yəni gündəmdə qalmaq üçün pis fikir deyil ki. Amma məsələn Cəmil yuxularını yazsa, Kimə lazım deyir Cəmil yuxuları? bilmirəm, Cəmil deyir qeyri-adi yuxular görür. Amma qeyri-adi yuxular görürəm. Sənin özü bilirəm yuxuda uçuram məsələn. Bu heç kimə maraqlı deyil də. Ha Nicole Kidman kimə maraqlıdır? Get Şimdi Nicole Kidman maraqlı deyirsə, niyə bu 3 nəfər tanıyır onu? Mən adını eşitmişəm. Belə sözündə Maraqlı görmüşəm. deməsə, Nicole çəkilin, Kidman, Nicole heç Kidmanın kimsə yuxuları. Nicole Kidman yuxuları yuxuları. və yuxular belə bir fikrim var ümumiyyətlə bir kitab yazmaq, öz gördüyün işlərdən, həyatından və s. yox. Yox, onda vaxt yoxdur. Nicole Kidman indi bir sənə, şimdi indi bekardır. Hə, Oscar-za da alıb bu Yox, Oscar yox, gör açanda yoxdur heç yerdə. Bəyəndi. Nicole Kidman yox idi, Demi Moore illərdir yox idi, indi axırda gəldi. Amma Oscar ala bilmədi də yenə də. Nə şans alacaqdı? Onsuz da əvvəl axır onlara şey verirlər də, zaslugi. Hə, də. Sən deyirsən ki, hər şey Çəksən Oscarla ölçülmür. Oscar ümumiyyətlə, yəni mükafat da, yəni Oscar Cannes festivalı deyil. Daha üstündür də. Məncə yox. Cannes festivalı daha festivalı üstündür. Cannes festivalı daha üstündür, Cannes festivalı daha prestijlidir, Cannes festivalı. Bu yaxınlarda Cannes festivalından xeyli söz-söhbət getdi. Bu arada onu da bir Sən də paylaşmışdın. Mən də ona bir yüngül değinmək istəyərəm. Burada məsələ nədir? Biz Röya xanımı, Röya Ayxanı əvvəla təbrik edirik. Bu bir çox adamlar səhv salıblar nəyi? Cannes kino festivalı ilə Cannes festivalı çərçivəsində keçirilən müəyyən tədbirləri 100%. səhv salıblar. 100%. Və elə düşünülüb ki, Röya xanım Cannes kino festivalında iştirak edib kino adamı kimi, amma əslində heç özü də heç onu demirdi. Özü də heç onu demirdi. Elə bir paylaşım yox idi ki, mən kino festivalındayam. Cumhurbaşqanının dəvəti ilə müəyyən bir Cannes Burasını düz festivalı eləyəcəyik. Hə. Düzdür. köçərsən də, nəsə elə də sən də. Mən layımı lazım, mən qonağam. Mən burası məlumat verəsən. Təcrübəli qonaq. Dəvət eləyiblər, gedib Bəli, ora. əlbəttə ki, bu Azərbaycan adına ümumiyyətlə belə bir tədbirdə iştirak etmək maraqlıdır. Məncə çox maraqlı idi, məncə. Yaraşır da açığı Röya yaraşır, indi adamda qırmızı Allah var. xalçaya. Hə, belə deyək də Cəmillə indi Cəmil də çəkdim dünəndən qırmızı xalçada. Yəni heç nə. Gördün mü qırmızı Bax, xalça? ondan sonra deyirsən ki, məsələn, Cəmilin də yuxuları maraqlıdır. Ya yəni bilmirəm onları. baxın da adamın 120 milyon dollar qazana biləcəyi bir kitab Görünə yazır. bomba potensialdır. Bilirsən ki, yəni kitab yazsam 120 milyon qabaq olacaq. Ən azı. Hə, ən azı. Yəni gönçə rahat yaşayışdır. Ki uzağa bir dənə kitab yazaram 120 milyon. Özdə nə yuxular. 80 oradan var. Hə. Nə bilim bir serial çıxar bir dənə elə. Özdə yuxular, yəni deyim ki, özündən heç nə Yox, o da yuxunu necə yadına salıb? Ağzına gələn yazıcıydı o. O da yuxu yadda Bəs onu saxlayırlar. deyirəm də. Mən də onu Allah demək qıpa bildiğini bastırağı olsunlar. Yəni Bura bip getməyəcək. Sponsora gedir, söyüşə bip getmir. Burada söz var. Hərflərin yeri müvafiq düzəndə olur da. Sən də anagrama formasında bunu qəbul edirsən ki. Mən çox crossword Bu əldə edirəm. şeydən sonra deyək, Kod Da Vinci-dən sonra. Bəli, Anagrama var. yox, baş gedib. Baş yedim, sən bilmirsən mən nə qədər oxuyuram. Deməli, növbəti xəbərə keçid alacağam dostlar. Romada bir Alman turist, 24 yaşında bir turist. Deməli, gəlib şəhəri gəzərkən görüb ki, bir dənə belə heykəl var, balaca statuetdə bir dənə Xırda. xırda. Baxıb ki, o birislər çox yekə daxil. Belə götürsə bunu götürə bilərik. Başa düşdü. Fırlatmaq istəyir. Götürüb skuterlə gəzirmiş özlük, atıb sumkasına, aparanda polislər tutub salıb ki, bu 200 il tarixi olan bir heykəl də hara aparsa. Bu necə rahat şəkildə götürüb sumkaya atır? Prosta indi orada Azərbaycanda olub. yox, Almandır. Bəlkə də kökü gəlib. Kökü gəlib çıxıb bizimki. Harasa, hə.
Yox, əslində bir sənəcə Niyə deyəsən, mən amma? birinci təəccübləndim ki, Alman olub. Çünki İtaliyanın özündə belə hallar, yəni bir necə olur Romada. Romada günə bir 1000 dənə belə hal var. Hə, İtalyanlar biraz oxşuyur. Yəni İtalyanlar biraz Hələ Da Vinci-nin şifrəsi demişkən, Da Vinci-nin də bildiyiniz kimi Mona Lisa əsəri oğurlanandan sonra bilirsən o söhbət? bax belə şeylər də Vurdu. deyir. Vurdu. Sən Ağlı da açıldı deyə qulasan mən. Fikrim orada. Sizi maarifləndirməli deyil. Siz maarifləndirirsiniz sonra da adamın üzünə Soruşum da gəlir. ki, niyə bəs götürmüsən? Deyib ki, bəs Romadan özümə xatirə saxlamaq istəyirdim nəsə. Cüzdür. Götürdüm o aparmaq. Kolezyumu sökmür. Bunu malızı bax xatır elə. Təsəvvür pizzanı aparır. Düzəldir. Dəxilsiz yerə aparmaq istəyəndə düzəldir. Romada olmusunuz Amma mənim. soruşdunuzmu? Olmamısınız. Amma Tanzaniyada harda olmuşdunuz? Tanzaniyada deyil. Hardasa olmuşdum maraqlı yer. Yəni hardasa olmasa Tanzaniyada. Romadan sonra ağlı ilk gələn yer Romada Tanzaniyadır. olmuşam. Çox olmuşam, nə bilim, bir dənə İtaliyada olmuşam. Hə, İtaliyada. İnşallah olur. Almaniyada olmuşam. Olduğun ən maraqlı yer haraydı Kamal? Ən maraqlı yer sırf coğrafiya olaraq məsələn sonuncu çəkiliş yeri olan Keşm adası. Adadır. Hansı ölkənin tərkibində? İranın tərkibindədir. İran körfəzində Dubay ilə üzbəyüzdür. Dubay ilə üzbəyüzdür və sırf qum qasırğaları sezonu orada başlamışdı deyə filmin çəkilişləri orada davam edir. İndi də məsələn bir gün ora gəlirəm. İnşallah. İnşallah çox salam. Amma zülmdür də qeyb ora çıxmaq. 4 təyyarə dəyişirsən. Doğrudan. Belə bir şey, indi mən dəqiq məlumatı bilmirəm. Amma mən biləni Kamran Azərbaycanlı aktyorların içərisində ən çox xaricdə çəkilən aktyorlardan biridir. İndi deyə mən bilmirəm dəqiq ki, Bilmirəm, birincisidir olmuş ya ikincisidir, üçüncüsüdür, amma Yəqin ki, onlardan biridir. olub, çox olub. Hə, onlardan biridir və buna görə də fəxr edirik ki, belə bir Bəli, belə bir insanda qonağımız bizim var, belə bir dostumuz var. dostumuz var. Bəli. Bu Belə bir arada adam mənə açıq borcludur. mən əslində bu mövzuya giriş eləyək. Hə, nəsə söhbət var. Birdən deyirəm, Bunun öz sponsorları var. birdən deyirəm, ya sponsor götürər, qıraqdan nəsə şey eləyər, bura gətirir, buraya partlayar. Bana ararsan, madem bu açıq ilə partiyaya Məndə də açıq. Aytdı da, sən buna Deyib, inanmadım. bir dənə prosta dinə, götürüb. Hasan deyim, sən sabah da getsən Bürsün gəlirəm. Kəş adasına. Keş deyil, keşim. Kəşinmə olsun. Çeşim yox, keşim. Çeşim Ama gözlü. adaya getmirsən, o qum Gələcəm də orada. kasırqaları Allah da. qismət eləyəcək, qayıdacam. İnşallah. İnşallah mən sənə yazacağam. Çox təəssüf edirəm ki, amma onu toxunmaq istəyirəm ona da. Çox təəssüf edirəm ki, bəzi aktyorlarımız yəni gedirlər. Məsələn, Rasim Cəfərin özü dəfələrlə xaricdə çəkilişlərdə olub. Nə bilim, sən özün dəfələrlə olmusan. Bu yaxınlarda sizə bir yerdə Cavidan Novruzla bir yerdə idiniz. Sonra yəni bir çox Hüsnüyə xanım da olub, yəni çəkilişlərdə falan. Təəssüf edirəm ki, bizim televiziya kanallarımız və bəzi YouTube kanallarımız və s. Bu mövzunu işıqlandırmırlar. Mənə görə ümumiyyətlə son zamanlar kino çıxmaya maraqlı deyil vəsal. Şuna heç kimə maraqlı deyə qoydum qırağa. Bir mədəniyyət işçisinin, yəni Azərbaycanlı bir aktyorun digər ölkələrdə təmsil etməsi bizi bu əslində bir xəbərdir də. Yəni bu əslində bir xəbərdir. Böyük bir xəbərdir. Bu arada Rasim Cəfərin özü məsələn Berlində o Qızıl Ay mükafatı olan, laureat olan filmlərinin birində çəkilmişdi. Həddindən artıq çox film var. Hə, çox film var, Rasim yəni- Kan festivalı görüb, Berlin görüb. Yəni biz bu adamları çıxartmalıyıq hər gün efirə, onlardan danışmalıyıq. Sonra onda elə olanda Röya xanımın ora getməyə bizə o qədər təəccüblü gəlməyəcəkdi. Məsəl üçün deyirəm də, o qədər böyük şeyləri biz eşitsəydik, Röya xanımın ora getməyə sadəcə bir növbəti bir addım olacaqdı. Amma indi məsəl üçün cəmaət elə başa düşürdü ki, necə ki Ya bu məlumatsızlıq. cəmaatı qıcıqlandırır niyə? Hə, məlumatsızlıqdan o qıcıqlanma oldu ki, nə oldu ya o birisi Yox, hamı getməmiş. boynuna qoyur ki, Röya bizi orada təmsil edir. Röya bizi təmsil eləmir. Röya öz sənətini təmsil Röya öz edir. sənətini təmsil edir. Röya Amma özünü təmsil Azərbaycan edir. musiqi Röya dəvət səfiri kimi- gəlib, gedib ora. Hə, də indi okey. Hamıya Amma sual verir, Azər- hamıya sual verir, kim getməzdi? Azər Quliyev getdi o bir film Azər Quliyev, yəni heç xanlar- işıqlandırılmadı yəni. Bəs Bu məsələ indi budur. biz bunu deyirik, indi birini qoyaq keçə birinə. 2015-ci ildə bu həmin Kan festivalının əsas bölümündə bizim filmimiz oldu ki, mən hansı ki, mən o filmin prodüseriyəm, sonuncu filmi. Əsas proqramda olub bu film. Yeganə Azərbaycan filmidir ki, əsas proqramda olub. Mən xəbərim yox. Və həmin ildə də hətta mən düşünürdüm ki, biz qalib də gələrik. Niyə görə? Bədii rəhbər Abbas Kiarostami'dir. Abbas Kiarostami Meksikan filminə vermişdi. Meksikan filmi olmuşdu qalib. Heç onda bu qədər işıqlanmamışdı ki, Azərbaycan filmi Kan festivalının əsas proqramındadır da. Yəni əsasən Fars deyil. Abbas Kiarostami də, yəni bu bizim bədii rəhbər yox, Kan festivalının bədii rəhbəri idi. Fars deyil. Sən niyə versin? Nə ilə ümidlənmişdin? Çünki bizim film çox yaxşı film idi.
İkinci Dünya Müharibəsinin sonuncu veteranına Problem də gedir əslində. söhbət. Ona görə də nəinki Cannes festivalı. Yox, bunu görək məsələn bilən var ümumiyyətlə kino adamlarının özündən soruşaq. Yox, mən bilmirəm. Təbii ki, yox. Mən bilmirəm, amma mənim bilməməyim mənim günahımdır. Mən sənə bunu rahat deyirəm. Çünki Əslində- medianın günahıdır. Əlbəttə. Vallahi ki, medianın günahıdır. Saytlardır, nə bilim xəbər. Yox, Cornerdə çox filmlər olub. Corner normaldır. Corner 150 dollar, 156 evrodur, səhv eləmirəmsə rüsumu. Verirsən istənilən filminə gəlib orada istəyirlər baxarlar, istəməzlər baxarlar, amma yəni belə bilgisayarı açıb baxırlar da. Amma bizim film əsas proqramda olub. Yəni 6 filmdən biri idi. Ondan sonra biz Ümid edirik düzələr də. Ümid edirik yavaş-yavaş düzələr və bir gün bizim də aktyor, hansısa aktyor yuxularından kitab yazsa, o da gələr 120 milyon dollar pul qazanar da, yəni. Ümid edirik də. oluyor bizim aktyorların yuxusu da yuxudur. Problem görürük yuxuda da. Bizim Yuxuda da problem bizim görürük. aktyorun yuxusunun qiyməti olsun 12 manat. Hə, bizim aktoriyetimdə nə yatırır, nə yuxu görür. Səhərdən axşama ya da setdə. Nicole Kidman yatır 12 saat. Gəlsəm yuxu görməsin. O tək Allah uzundan işləyir. Bizim hansı aktyor setdədir? Nə şəkillər ki setdə olsun? Ağır mövzulara toxunduq. Sonra deyir sponsorum yoxdur. Sponsorlara səslənirik ki, bu arasını istəsəz kəsərik. Bir də Kamran çağırır, belə danışmaz. Çində növbəti xəbər. Çində deməli bir nəfər kişi Yarasa yeyib, o Yox. başqa qoyğu. Yox, yaxşı ki yeməyib. Özünə ziyan vurub bu dəfə. Deməli evə gələndə axşam götürüb ayaqqabısını çıxardanda, bu arada onu da deyim ki, bizim böyük kollektiv arxadadır. Böyük uşaqlar, kollektiv onu var, görmürlər. bəli. Salamlayırıq hər kəsə. Təşəkkür alqışlayırıq. edirəm. Çox sağ olun ki, varsınız. Çində axşam evə gələndə ayaqqabısını çıxardıb, Axşam zor idi. axşam evə gələndə götürüb corabını iyniyib ki, bunu səhər geyinmək olar yoxsa yox da. Bunu bayırda eləyib. Yox, evdə eləyib. Hə, evə gedib, Prosta ürəyə gedib aparıblar, qulaq as, aparıblar xəstəxanaya. Sraz ürəyə getməyib də. Bir neçə müddətdən sonra qalıb pisləşib aparıblar xəstəxanaya. Anafilaktik şok Ciyərində göbələk virusunun şeyləri. Ha, normal ola bilər belə bir şey. Hə. Və bu adamı əməliyyat ediblər, güclən bəla ilə ölümcül vəziyyətdən çıxardıblar və Çin alimləri xəbər yayıb ki, corabınızı iynəməyin. Qardaş. Ay yox, mənim Bu sənlə hansı qaçdı? Bu hələ bu uğraşdı ki, yarasanı işləmir. Yarasa dişlər oğlan. o- Abi mənim sənlə nə maraqlıdır? Allah kömək olsun. Bu ayaqqabını çıxartdı. Bu əgər ağciyərdə göbələk yarada biləcək Səviyyəyə çatıbsa- kəskin bir qoxudursa, bu corabı ayaqqabını çıxardanda bu vurur iyi. Bəli. O cərinin bu məsafədən Özünkü də hiss eləmir yaxınlaşdıra. Bəlkə fetişi var, bəlkə corabı iynəyəndir. Onda deməsin, sabah geyinməz. O deməyib ki, heç nə. Bunu indi xəbərlərdə İndi deyirlər. xəbər olaraq belə geniş mövzu. Özü isə danışmır belə. Hələ halı yoxdur. Danışıbsa da Çin Hələ dilində yoxdur. danışıb, mən tam başa düşmürəm. onu. Hələ halı yoxdur. Sadəcə Çin dilini bilmir. İngilis dili və fransız dilini mükəmməl danışır. Yoxsa bir dənə coraba bax. O corab Bu bir sansı corablardan da qoyursan dayanır. Düşmür də corab qoyursan elə belə də qalır. Növbəti xəbərim də açığı Qoyursan deməli, Ataplayla. Çinlə bağlılığı var. Amerikadan Çinə uçan təyyarədə deməli Corabaş gəlin. Corabacı. Yox, deməli 13,5 saatlıq yoldur. 13 saat yarım elə bir ki, bunlar yol gedirlər Amerikadan Çinə getmək üçün. Və yolun 2 saatlığını gedəndən sonra Biri deyib mən düşürəm. yox, pilot deməli məlumat verib ki, sərnişinlərə ki, əziz dostlar, biz təcili eniş eləməliyik. Bəs hansısa ştatda yazılıb burada. Pilotun şəxsiyyət vəsiqəsi yadından çıxıb qalıb evdə düşüblər. 2 saat gecikmə, 6 saat aeroportda cəmaət gözləyib ki, bunlar Qaqa, tələsmirsiniz. Başqa Mən bir gəlib evə şəxsiyyət vəsiqəni yaddan çıxartdım. Uşaqlar, tələsmirsiniz. Dur bax. yazıqlar 6 saat aeroportda gözləyiblər. 2 saat da belə dəxsiz boş gedib baxın. Bir də təzədən 13 saat yol uçublar. Şəxsiyyət vəsiqəsi olmasa pasport olar. Pasport da, indi mən şəxsiyyət vəsiqəsində pasportu düşüm ya. belə qonaq olur, hə? Onlarla höcətləşmək, belə qapqara verilişi də olar. Qapqara verişlə çağırarsa bizi savabıncıla. Sən bir dənə özünü təsəvvür etsən nələr deyərdin o pilota. Tə onu deyəcəm, bax təsəvvür Olmaz, eləsən, sən. getməlisən. 13 saat onsuz da yol O gedirsən. xəstəsi olan nə bilim o od gününə gedən. Pilotlar özü pilot, yəni bu sərnişin eləsə deyərsən. Bəlkə biri əməliyyata edir. Söhbət sən nə deyib? Bax burada da bir dənə boşluq var. Bu boyda pilotdur da bu, düzdür. Bunun niyə belə bir
bunun üçün belə bir Kartı fürsət falan yoxdur ki, yəni bir dənə kartı məsələn üçün olsun ki, göstərsin ki, mən pilotam da, mən buradan indi bu dəqiqə. Möhürlərlə vursunlar. Ölkəni dəyişirək. Sinə çatanda buna pesat vurmalı. Onsuz da pilot. Bu buyursan Da Vinci Zod oxuyursan. Ay qardaşım, Çatmayıb möhürlə axırına. möhürlə vurursan, Sən onu oxuyanda böyüyür də. vurursan asan imzada hamısını göstərir. Burada ola bilər hava reklam. Hə, asan imzanın reklamı burada ola Düz bilər. elədik yenə də. Bir də söymək istəsən papa deyə büpləyir. Onlar söyüşlərdir. Hə, papa bu ümumiyyətlə heç kim gözü götürmür. Eləyir, sponsor səs gələn kimi büpləyir. Bəli. Niyə? Səbəb demişəm ilk verişdən ki, qardaşım, sponsor olsunlar, adlarını çəkək. Nə qədər istəyir? Yoxsa çəkmirik. Yoxsa çəkmirik. Mən nəyə görə məsəl üçün hansısa bir böyük bir şirkəti, məsələn, indi deyəcəm buranı, məsələn, reklam edirik. Uşaq dünyaya gəldikdə nədən ağlar? Səbəb vardır. Dedə. Niyə? Ona görə pul alır, burada. Ona görə pul alır, o deyəməz. O pullandı. Pulsuz demir o. İşte. Səhərdən reklam burada ki, eləyirsən, oyun çıxardırsan. Mələk dünyaya car çəkər gəlibdir bir nəfər. Mələk dünyaya car eylər gəlibdir bir nəfər dustaq. Növbəti xəbərim. Ümumiyyətlə kriptovalyuta var. Belə məşğul olmusan yoxsa? Heç varındı Bitcoin zadı. 110 bin dollara çıxdı bu arada. Dedin keçən verişdə dedin. Hə. Mən verişdən verişə yəni. Onu danışmışam. Keçən verişdə dedin yoxsa ofisdə? Yox, indi hər həftə qalxa bilir də, qalxır, düşür. Doğrudan deyirsən. Ehtimal var ki, Bu arada da bu ayda oğlunu tek olacaq. Yəni ona görə hər birlik Ya, qalxmalı ehtimal var. var ki 150 bin dollara qədər qalxsın. Ehtimal var. İndi xəbər nədir? Aha. Walesdə Aha. bir nəfər 2009-cu ildən bəri Bitcoin Yığır. yığıb 8000 Bitcoin yığıb. Uydu. Və bunu orada indi mən tam sistemi bilmirəm, xəbərlərdə yazılıb ki, bu hard diskdə pastayan bunun məlumatları oradadır. Parolun bilinir. Kodlar, zatlar hamısı. Nə bilim. Mining. Yox, şifrəsiz adı hamısı qoşulub hazır kompüterə. Bu hard disk həmişə işləyir. Evdən çıxanda yoldaşına deyib ki, otaq pis gündədir, otağı təmizləyərsən. Cavab yox ki, hard disk yoxdur. Yoldaşı götürüb qara kuyaka zibilə getdi zibilə. Gedib yoldaşını verib məhkəməyə 717 milyon dollar pul var idi o hard diskin içində. Vay dadam, vay. Arada deyib xırda-xırda verərəm. Verib yoldaşın məhkəməyə ki, bu götürüb atıb. Yox, nə var onu tapmağa? Nəyinə tapıb zibil getdi. Ora getdi. Məhkəmə deyib ki, qardaşım, bildim biz nə edə bilərik də? Yəni biz yoldaşı da gəlib ki, mən otağı təmizlədim, götürüb atıb bilmədim də. Yox, sən otağı görmürsən ki, bu tullanlas şey deyil. Bilmirəm də onu. Balaca bir dənə hard disk olub da. Yox, en azından baxırsan da, yəni sən bana ştul yasan. Yoldaşı, Belə bir şey olsun. yoldaşı açıqlama verib ki, stolun üstünə limonat dağılmışdı. Mən oranı təmizləyəndə, o da üstündə gedib kloka. Sil də o. Hə. Sonra bu gedib, Şirin basıb onu. məhkəmə gəlib deyib ki, canım dur. Sən bir dənə deyil, Nədir o? İqra var sizdə. Yoldaşı deyib ki, məhkəmə qərar verib ki, mən yoldaşı heç nə eləmirəm, tutum, neyiniyim bu? Təzədən gedib bələdiyyəyə müraciət edib ki, xahiş edirəm, icazə verin, o mən zibillər toplanan yer yoxdur. Girim ora. Girim ora tapım da bunu da. Onlar da icazə verməyiblər ki, olmaz da, biz ancaq oranı bələdiyyə işçiləri şey edə bilərlər. Bu da gedib bələdiyyədə işi düzəldib. Yox, gedib məhkəməyə təzədən bələdiyyəni verib məhkəməyə ki, bunlar mənim qoymurlar ora şey eləməyə ki, və təzminat davası açıb 600 milyon dollarlıq ki, bələdiyyəyə ki, heç olmasa oradan aşağı düşür. 817-dən düşüb 600-ə. Hə, bab elənisinə bir dənə şey. Təsəvvür İndi qulaq as. edirsiniz. 8 infaq İndi qulaq as. 717 milyon dollar. Bax indi bir dənə başqa bir şey danışam. Aha. Gedirəm deyirəm ki, bələdiyyə mənə zibilxanaya buraxmır. Mənim bir dənə hard diskim var idi, 8000 bitcoin var idi onun içində. Bələdiyyə 600 milyon mənə versin. Mənim hard diskim də yoxdur, heç sənin yoxdur. Yox, sən biz deyəcəyik ki, sən dəlisən. Ay, gəlsən mənə deyirsən dəlisən. Deyirsən Fərbaşı bu, deyirsən Fərbaşı bu. Azərbaycanlı olduğunu göstər. Yox da, məsələ burasındadır ki, sən onu desən, sən nəsə göstərməlisən də. Yəqin ki, bunun göstərdiyi bir şeylər var da, məndə sənət var. Sən özü baxanda bilinəcək ki, sən bitcoinlə xəbərin var yoxsa yoxdur. Ha, sən kimə deyirsən? Sənə bəy deyirəm canlı konum at bilirsən. Mən bu bitcoinlə adını çəkdim. Sən bitcoinlə xəbərin gözləyən atabatasına lələ. Sən bitcoinlə xəbərin yoxdur. Fərbaşı yuxu görmürsən. Sən məndən nə istəyirsən? Sən Londonu tanımırsan, kitab oxuyursan. London kimdir? Saylas var bəy. Əsas qəhrəman London. Gəlmir də axır-axırda fəsillərin axırında yoxdur. O axırda gəlir. Hədə nə Əslən görərik də. Dan Brownla kim oxuyubsa yazsın cəbilə
Spoiler verməyim. YouTube yorumları var, bir iki dənə olar biraz Hə, oxuyaq. mən oxuyacağam onları. Yaxşı yorumlar var idi. Bu qardaşlarım adını oxuyub deyəcəm. Hə, oxuyacağam. Və Belə reklamlar var. keçid alıram ölkəmizə. Hashtag reklam deyil. Ölkəmizdən bir xəbər deyəcəm. Emin Ağalarov deməli bir məlumat yaymışdı. Biraz sözümüzü düzəldir. Şurasını düzdəyəcəm. Emin Ağalarov reklam edir. Emin Ağalarov belə bir məlumat yaymışdı ki, nənəsinin pulları oğurlanıb. Amma necə tutublar oğrunu? Deməli, nənəsi pulların üstünə kod qoymuş, rəqəm yazırmış, yəni nəsə yazırmış. Seri nömrəsi deyirlər. Pulun üstündə olur. Yo, bu özü də əllə. Onun çeyrəini çatdırmaq olar. Hə, yo, nənəsindən söhbət gedir, özündən yox. Yenə də onun çeyrəini çatdırmaq olar. Bilmirəm də, mən qardaş, mənə nəyimə lazımdır. Hələ yazırsan. Bir evə mən bu dəqiqə reklam edirəm. Dayanmır sən. Nə edeyim? Xidmətçilər olub evdə. Bu şübhələnib nənəsi ki, Ki bunlardan kimisi. Bir gün gəlib xidmətçilərdən birinə deyib ki, bəs qızım, mən bir məsəl üçün də xırda var, sən də mən götürmək istəyirəm. Yaxşı. Bu proqramda sən kimdir? Agatha Christie'nin bir qəhrəmanı var. Hercule Poirot yox, Miss Marple. Bəli. Lang ortaya, pul, Langa bax, Lang. Lang ortaya. Prosta ki, gör, nə qədər debil adam olasan ki, O pulu verəsən. O pulu verdi. Bax, bunun üstündə yazı yazıbdır. Bunu gəl əri. Sən elə bir onun xəbəri var idi ki, orada Kim nəsə nə bilib ki, o yazıblar. hamısının pulun üstündə şey var. Emin Ağalarov da açıqlama verib ki, mənim nənəm sağ olsun da belə bir şey deyib, biz oğrunu tutmuşuq. Amma deyib ki, bunu mənə eləyə bilməzlər, çünki mənim pulum çoxdur və mən o qədər imza ata bilmərəm pulların üstünə, vaxt yoxdur. Mən bayaq onu dedim də çeyrəni. Düz deyir də, çerin çatmaq Ya, olur. özü deyib. Deyib ki, mən eləyə bilmərəm də, mənim pulum oğurlansa mən tutanmayacam deyib. Əslində mən də səndə bir dənə maraqlı bir söz deyim, bəlkə bu verilişdən sonra məsələn reklam. Sizə reklam. 2 dənə ev verir. Olsun, biz razıyıq. 2 dənə ev. Mən 2 dənə, istəmirəm. 3 dənə qonaq olanda 2 dənə ev olur. 3 dənə qonaq olanda. Bu istəmirəm dedi. Dedi, var ver, Sən kayıtlarda var. istəmirsən. Dedi, istəmirəm. İşte. Bir sol istə. Onu da gəl hashtag reklam, sonra vergisini ver, hə, gələ. Yox, reklam mənə hədiyyə verib. Hədiyyə istəyirəm. Sponsor istəmirəm. Yox, hədiyyə verir, ev verir. Hə, ev verir hədiyyə, mən götürərəm. Sən Allah götür. Uzaq deyək. Onu verirsənsə, ay Emin müəllim, bir dənə də maşın ver mənə. Gəlib gəlmə, bir dənə də şofer. Söz, mən səndən qurtardım. Yaxşı, biz qonşu olsaq, mənə maşın versin, mən bəs edir, aparıb gətirərəm səni. Hə, sən doğru məndən Məksuz bul. götürün cəbə. Gəl dəyərsən, oturarım, Ev, bir dənə də qardaşıma ev. Emin müəllim. Kamran da öz uşağımız. Kemal uşağımız dedi. Emin Ağalarov, bir dənə xahiş edirəm, Kamrana da bir dənə ev. Maşın istəmirsən? Allah sizdən razı olsun. istəmirsən? Danışdıq. Allah sizdən razı Maşın olsun. istəmir. Bu sadə adamdır. Sən maşın da istəyirsən. Nəyinə gemiyəm? Ya bu problemli məncə. Yəni də. İstəyirəm bir-iki dənə komment oxuyum. Deməli, bizim keçən verişdən. Bir dənə keçən verişimizi tapım. Sən mənə nəyə baxırsan? Əmin sənə verəcək bu elişdən sonra. Emin mənə heç vaxt da verməyəcək. Niyə? Niyə versin Emin mənə? Çox istəyir bəlkə səni. Allah kömək olsun. Çox istəyirsə mən... Nə Çox deyim? istəyirsə çox istəsin. Çox istəyirsə mən də onu çox istəyirəm. Çox sağ ol. Bu kommentlər var ki, deməli, yazıblar ki, 3 həftədən bir çəkməyin, hər həftə çəkin, maraqla gözləyir, təşəkkür edirik. Bir dənə Qıqaşın kommentini oxuyum. Sən oxu, Mən Həsən. ona söz vermişdim ki, oxuyacam onu. Hə, oxu, mən də söz birini vermişdim. Ya öz-özümə danışırdım, öz-özümə söz verdim. Hərdən öz-özümə danışıram Kamran. Olur öz-özümə danışırsan? Mən olur ki, öz-özümə şut Sən oxuyana qədər birini mən oxuyum, olar. Sən tapma. Öz-özümə şut gəlib sonra bək güdürəm abi işte. Çünki buna tibbdə şizofreniya deyirlər, amma Ne ola bilər də. Öz zarafatı gülürsən. Öz zarafatıma çox gülürəm. sonra gəlib bizə danışır. Heç kimə gülmür. Çox gülmür. Bilmirəm, Deməli, mən özüm dönəmə bir gülürəm. Samir Əlzadədir çox güman ki. Çox gümanlıdır, adı Çünki yazılmıyor. Samirlizadə yazılıb, yəqin ki Əlzadədir. Mən ilk dəfə də izlədim verişinizi. ABŞ-da təhsil alıram. Uzun müddətdəki saat fərqinə görə Bakıdakı dostlarla az danışırdım. Sizin verişə ən yaxın dostlarımla olan söhbətlərimizi, zarafatları xatırlatdı. Belə davam edin. Əgər rəyimi görsəniz, bizim kurğun adını çəkərsiniz. La Casa de 30 qəpik. Biz çəkdik adı. Təşəkkür edirik izlədiyiniz üçün. Lakazada 30 köpək. Hətta Kamran bəy. Kamran Ağabalayev də seçdi. Sən də çəkdin. La Casa de 30 qəpik. Amma mən qıqaçda bilmirəm. Bir də bizim sən tapana qədər mən birini də deyim. Sən axtar. Bir də çox maraqlıdır ki,
6-cı verilişimizdir bu bizim. Və artıq haterimiz var. Yaxşıdır bir tərəfdən məncə. Olmalıdır məncə, Olmalıdır. normaldır. Tənqidi fikirlər həmişə açıq. Nəysə bəyənmirsə yazın. Amma bir qardaş var, Xalid adında. Xalid -5026. Və 2 verilişli komment yazır. Bəyənmədiyini yazır. Yazır ki, bəyənmirəm. Bir dəfə yazır ki, buranı da Space TV-yə çeviriblər meyxançılar kimi. Mən də götürdüm, yazdım ki, qardaşa ki, izlədiyiniz üçün təşəkkür edirik. Yazıb ki, izləmirəm sizi. Sərdən bilirsən də. İndi verilişin neçənci dəqiqəsidir? Döndür Hasim Balayevin altı. Allah da veriliş meylə. 32-ci dəqiqəsidir verilişin. Əgər qardaş bu komment yazsan sevinərik. O gün Çünki başım səni 32 gəlir. dəqiqə baxmısan, sağ ol olsun. Azad Şabanova konsertində Vüsaldan görmüşəm. Vüsalda gördüm ilk dəfə ki, Əsanla ilk dəfə görürəm. Həmin ondan bir gün sonra taksiyə minmişəm. Sürücü mənə sual verir ki, mən sizi Malışdan gördüm. Bəs o niyə Əsadadır? Biz nə dedim? Səncə? Buradan deyirəm, yəni yalancı çıxmayım. Dedim, biz Alatava ki başlayıb. Komadan ayrıldığına görə indi Əsanla gəzirəm. Allah inandı yazıq. Ay yetimə. Cavab yazıq oldu inandı. sana. Yazıq inandı. Sağ olun. İzlədiyiniz üçün çox sağ olun. Minnətdarıq. Deyir ona ki, Əsanla gəzir. Gözləyib bir dənə yorum var idi. Allah silib qaqaş olmuyor. Qaqaş yazmışdı ki, deyir ki, bəs şeyd də, bir dənə qaqaş yazmışdı ki, bilməm qaqaş yox xanım dedi ki, yəni verilişi çox bəyənirik. Hətta deyir o qədər bəyənirik ki, siz sponsor tapmasanız belə biz atışıb sizə kömək edərik, prosta adımı vurasaq. Qaqaş sizin fikrini dəyişdirib. Sən şey istəyirsən, donation. Ay yox, donation neyirəm mən. Prosta bura Abi yesirli ilə olar da. Allah sən öyle. Bax deyirik, gülürük. Bax məsələn bir dənə yorum yar, gələn dəfə Gərək Həsənovu çağırın, o çox güclü yəsir etdi. Xəzər TV-də görmüşük, çox bəyəndirik. Yorum sahibi Gərək Həsənov özüdür. Gərək Həsənov bizim ən balaca izləyicimizdir. Ona da salamlayırıq. Çox sağ olun, izlədiyiniz üçün təşəkkür edirik. Bəs şey soruşmursan? Onu soruşacağım. 2 dənə rubrika var. Yox, soruşacağam. İndi birinci rubrikaya keçid alıram. Ne diyor? Rubrika nedir? Qısa rubrikadır. Rubrika var. İndi oxular gələcək. Deməli Sən Kəmal bəy, oxatacaqsan. Kəmal bəy, biz deməli keçən verilişdən başlamışıq bu rubrika eləməyə. YouTube kanalları axtarıb tapıram. İzləyicisi az olan bizi kimi. Və buradan tövsiyə edirəm ki, məsələn izləsinlər. Bizi izləmirsinizsə heç olmasa onu izləyin. O kanalı izləyin. Deməli Çay Saatı adında bir kanaldır, YouTube kanalıdır. 144 cəmi izləyicisi var. 500-600 belə baxış gəlir. Amma fərqli şeylər edirlər. Məsələn, Zərdüştlük nədir adında bir videolar var. Mən ona baxdım, bəyəndim. Tarixdən danışırlar, faktlardan danışırlar. Maraqlıdır. Yəni türklərdə, ruslarda belə kanallar var. Daha çox izləyicilər var, daha çox izləyənlər var. Niyəsə bizdə Azərbaycan dilində olanda az baxılır, az izlənir. Amma kvant düşüncəsindən, astrologiyadan, Yeni il bayramının tarixindən Bizdə falan belə məsələn o videolar var. sadaladığın mövzuları baxacaq nə qədər adam var? Abi baxsınlar da. Belə Yəni niyə Baxmaq baxmasınlar? istəmirlər axı baxmaq. Amma türklərdə baxırlar axı. Bax məsələn İlber Ortaylını, Amma Cəlal mən sənə bir Şəngörü söz izləyirlər, deyim. baxırlar, tanıyırlar. Sırf statistikaya görə deyir Qəşəng təsbih. Avropadan gələn məktəbi bitirmiş birinə elm öyrənmək üçün hardasa deyir ingilis dilində bir 70-80 min sözdən istifadə edirik bir tələbəyə. Deyir Azərbaycanda 12 min söz bəs edir. Bəs edir. Yəni Bəzən mən görürəm məsələn üçün söz tapa bilmirəm. Deyirəm reinkarnasiyanın statistikası. Yəni buradan Deyirəm salamlarımı ki, bu çatdırıram. məsələ üçün psevdo məsələdir. Bu mənası var. Yəni bu suala getmək yəni bu mövzulardan sonra yəni efirdə çıxıb reinkarnasiya statistikasından danışırlar və sonra da ki deyirlər ki, "Wow. Sən istəyirsən ki, onlar kvant fizikasına baxsınlar." yox, yəni adamların 144 də azdır da. Yəni 144 izləyici. Baxdım ki, bir ona Biraz öz günahları da var da yəqin. Reklam eləmirlər. Ha neyləsən yetimlərdən də. 10-12 videolar var artıq. Abi sənə desə, sən qoyacaqsan story. Paylaşsın. Sən desə qoyacaqsan Mən artıq story. reklam edirəm. Mənə desələr mən də qoyacağam story. Allah 3 kömək burada. olsun. Bax artıq bax biz 3 nəfər. Yəni biz o dostlarımız biz onların tanımırıq. səhvi ki bizə müraciət eləməyiblər. Hə, ola bilər. İndi mən tanımıram uşaqları. Baxıram sadəcə YouTube-da, görürəm qabağıma çıxır və deyirəm Çox tövsiyə bomba edirəm. məsələn çay saatı. Çay Zorla saatı. maraqlı dadı var. Maraqlıdır. Çay içə bax kinə. Çay saatı. Biz çay içə kvant fizikasına baxmaq biraz belə mənim başımın işidir. Çay içə kvant fizikasından danışmaq. Az gör nədir ha Einstein görüm maraqlı. Və növbəti rubrikamıza keçsək. Biz hər gələn qonağa bu sualı veririk. Və hərdən bir cavab alırıq. İzləyicilərimiz də yazırlar, sağ olsunlar. Kartof qızartması ilə
Qatıq. Necə? Yox. Yox, bir də yoxlamısan heç. Yox, o da yox, istəmirəm axı. Mən deyim sənə geyir orada. Ketçup zad demə. Yox. Bir dənə Ev sayağı kartofdan. Ev sayağı, amma belə xırt-xırt eləyəcək, yoxsa yox, sumaq. Sumaq əladır, amma qatıqla sumaq da Sumaq çox qəşəng, çox qəşəng. Bəli, bu nədir bir Mən şey. sumakçıyam biraz. Sumaq yaxşıdır. Sumaq idealdır. Deməli, Qış Nağlı filmini çəkəndə Olar mən pis xatirələri yada salmayasam. qısaca bunu deyim. Mən mütləq bunları yada salmalıyam be. Sumaq dedin deyə. Amma mən bilsəydim ki, bunu yadıma salacağım, mən gəlməzdim. Doğrudan deyirsən. Əvvəlsin axırı da istən dur get. Material yatırır ki. Durub getsin də veriş tamam elə bilir. Belə bir veriş. Elə. Gedəndən sonra bir 10 dəqiqə danışırsan da. Müge Boz gəlmişdi çəkilməyə, Türkiyə aktrisa. Türkçə ramlar o. Şəkilini vurarıq bura, tanısınlar heç olmasa. Yəni Murad Boza heç bir dəxli yoxdur. Hə, nəysə də. Rəngindən İndi burada açıqlama verməyəcəm. Halil Sezai ilə bir yerdə gəlmişdilər. Kamranla Kamranla da biz orada Kamran ikinci rejissor kimi işlədi bir müddət sonra mən işlədim. Belə bir yerdə Orada tanış olmuşuq hələ. Napalnik kimi işləyirdik. Və orada bir dənə məsələ baş verdi. Deməli restorana getmişdilər. Uşaqlar aparmışlar bunları gəzdirməyə də. Müge Boz da anası ilə gəlmişdi. Sumaq gətirib qoyublar stolun üstünə belə. Bunlar baxıblar dadına, görüblər yaxşı şeydir. Anası deyəşib ki, gəliblər bazara 1 kilo sumaq alıb Türkiyə aparır. Ha, sumaq da burada cəmaət Türkiyədə yoxdur. yerə tökülür, götürmürlər. Türkiyədə yoxdur. yoxdur. Bir də biz onlarda bir çox şey var ki, o bizdə də yoxdur. Sumaq yoxdur Türkiyədə. Məsələn film. Sumaq var əslində. Məsələn film. Film məsələn. Türkiyədə var, bizdə yoxdur. Veriş. O veriş də yoxdur. Çox pislik verişdir. Allah çox pislik. Televiziyadan söhbət gedir. Bəli. Televiziya işdə, televiziyadan. Televiziya çox pislik. Bir iki dənə sizdə məsələn Adi abi aktyorların bir dənə, sən oradakı aktyorların IQ səviyyəsinə bax. Verdiyi kitab məsləhətlərinə bax. Adi hepsini hər şeyi qoyuram qırağa. IQ-nu da qoyuram qırağa. Yəni adi hepsinəcə, yəni kitabdan adam necə bəhrələnib və bunu paylaşır ki, sən də bəhrələn, bundan bunu götürə bilərsən. Özlərini işə Yəni çox primitiv bir şeydən danışıram da, kitab məsləhətindən danışıram. Yəni IQ-nu qoyuram qırağa. Bu bir dənə bizim hansı aktyor görək nədən danışır? Əmizdiribsən. Neçə dəfə əmizdiribsən. Bir dənə bax abi gör nə gün deyik. Bəli. Burada Ola bilər heç kim bəyənmirlər, amma ki, yəni bu belədir də. Bir aktyorun adını çəkə bilmərik ki, yəni məsələn, bunu filan yerə aparaq, bu bizim üzümüzü ağ eləyər orada. sağlardan Yəni bu günləri soruşsan ki, kim bizim üzümüzü ağ eləyər? provokativ sual edici biləsən. Mən cavab verə bilmərəm. Doğrudan. Vallahi. ya əslində Məsələn, bu çox xoşuma Rasim gəlmişdi. olar. Məsələn, çox xoşuma. Sən burada Yox, sən Rasim deyirsən, məsələn, sən də heç də deyirəm, indi onlar da Rasim abi olar. at çəkdiyi məsələn çox xoşuma gəlmişdi Aydanın özünü təqdim etməyi. Məsələn, Konstantinopol İzgoy sentyabrda premyerası olacaq. İnşallah. Çox xoşuma gəlmişdi Sənan, Əlləz öz üzərində işləyir. Sən də yaxşı. Sən də çox işləyir üzərində. Maşallah sən Hə, çox üzərində işləyir. ümumiyyətlə gənc nəsil məncə daha çox öz üzərində Razıyam. işləyir və daha Və çox Sənanın bir statusunu buradan demək istəyirəm. İndi bizə də bir 1500-2000 nəfər adam baxır. Yaxınlarda Cəfər Pənahi butlayır konfestivalını butlayır. Konfestivalını bulandan sonra Sənan bir dənə çox yaxşı bir dənə status yazmışdı. Yazmış ki, Şəhriyar nə qədər Azərbaycandırsa, Cəfər Pənahi də o bir o qədər Azərbaycandır. Biraz mən ona razı deyirəm. Niyə razı deyirsən abi? Abi Cəfər Pənahi Azərbaycan. Cəfər Pənahi? Abi qulaq as. Bax yəni səncə İran kimi ölkədə film çəkib və festivallara düşmək, yəni sən bildiyin qədər nə qədər çətindirsə, bir o qədər asan variantlar var. Çünki çərçivə içərisində yaşayan bir ölkədə bir rejissorun çəkdiyi film artıq yəni səncə 1-0 öndəsən. Sən artıq 1-0 öndəsən. Qərbdə ona belə baxırlar da, belə Ki, yəni bu səncə bu bütün sıxılmaqların içində filmi çəkib. Mən başa düşürəm. Yılmaz Güney də kanı ona görə şey eləmişdi, udmuşdu. Söhbət ondan gedir. Abi Cəfər Pənahi Azərbaycan insanının problemini qabardmır axı. Mən onu deyə bilmirəm axı Azərbaycanlıdır. Amma Azərbaycan dilinə, Azərbaycan mədəniyyətinə kifayət qədər Abi Miyanədəndir, Azərbaycan ərazisidir. Yəni Azərbaycanlılar yaşayan ərazidir. türklər. Azərbaycanlıdır da. Və mən bildiyimə görə hətta Cəfər Pənahi bir neçə il bundan qabaq Azərbaycana da gəlib. Seminar üçün 2012-də olub deyəsən səhv eləmirəmsə və konfransda 12 il bundan qabaq. 2012-də hətta 13 il bundan qabaq. Və hətta yəni onun verdiyi seminara deyəsən 4-5 nəfər adam gəlib abi Azərbaycandan. Təəssüf ki. Yəni belə baxanda səhv eləmirəmsə A kateqoriyalı bütün festivallarda iştirakçı və qalib olan yeganə rejissordur Cəfər Pənahi.
Deyəsən Berlinin də qalibidir, Cannes-da qalibidir, Venesiyanın da qalibidir. Moskva Kino Festivalında səhv eləmirəmsə udub. Yəni belə. Çox ənkədir. Ümid edirəm ki, bir dənə də üzr istəyirəm bunu deyim. Sən deyirsən o çərçivə falan bəs məkan, amma Amma bir dənə söyləyim sənə. belə filmə də yox. Bax mən sənə bir film adı. Bir dəqiqə qulaq, bax mən sənə bir film adı deyim. Təsəvvür edin ki, filmin mövzusu, paradigması bilirsən nəyin üzərində qurulub? Evdə bir insan it saxlayır, evdə it saxlamaq olmaz İranda. Və o hər dəfə hürəndə onun ağzını bağlayır ki, səs eşidilməsin və it ölür. Bu hekayəyə çevrilir orada. Bu hekayədir belə. Hə? Gözəl hekayədir. Amma bu orada hekayətdə biz səncə Avropalı maraqlıdır, necə bir it saxlaya bilmirsən sən? Abi şeydə də Bunu spor edir mənə. Bu spor edir. yox, bax, Separation'da da Əsgər Fərhadinin şeyi var. Bir dənə konflikt var ki, qadın gəlir, qadına gətirir ki, Qurana əl bas ki, deyir mən belə eləməmişəm. Qadın Qurana əl basmır. İndi bu Abi, bunun konfliktdir dilində, də. konfliktdir, amma bunun dilində gözəldir. Abi biz ümumiyyətlə bu günlərə qədər rejissorlardan soruşaq ki, neçəsi daxili və xarici konfliktin nə olduğunu bilir. Azərbaycandan Baş verir. soruşursa, Hətta Azərbaycandan gedir söhbət. Hər şey bilirsən ki, xarici konfliktlər üzərində qurulur. Heç bir aktyorun, heç bir personajın daxili konflikti yoxdur. Bəli. Məsələn, niyə qapı sevirdi? Çünki personajların daxili konflikti də var idi. İndi daha özü burada ona görə demirəm. bu arada gözəl bir keçid oldu verilişimizin bu yerində həmişə Reklam kimi. deyənə qapı gedir hələ. Bəli. Qapı filmi hələ də kino teatrlardadır. Bana demirsən, mən Və gedib baxa bilərsiniz, fikirlərinizi bildirə bilərsiniz. Baxanlar, baxmayanlar Artıq tövsiyə bir edə ildir bilər. ki. Və keçən dəfə Talih Üzbəyev filmin qəhrəmanlarından biri Talih Üzbəyev qonağımız idi. Kamran da fərqli Talih çox obrazda istəyirəm idi. Allah. Talih Bu çox arada istəməm mümkündür. onu da deyim, bir verişdə demişəm, bir kanalda dəvət eləmişlər, orada demişəm. İndi burada da öz verişimdir, rahat deyirəm. Kamran Cəmil bilir, tamaşaçılarımız bilməyənlər də bilsin. 2 gün qalmışdı filmin başlamasına, çəkilişə. Zəng elədim ki, axşam idi özdə. Zəng elədim ki, Kamran, zibildəyəm. Onu ziblə o. Necə yazı bildəsən, nə Özü problem var? Dedim ki, bəs görüşək, çay içək. Gəldim, görüşdük, çay Yox, belə içdik. təklif olmur, təbii. Sabah Dedim ki, kinodur. dedim sabahlarım set başlayır. Sabah gəl də setə, kinoya çəkirəm səni. O da deyir ki, location atarsan gəlirəm. Sonra çəkilişin ikinci gündə başa düşdüm kim oynayıram. Sağ olsun. Doğrudan Sonra da, bildik. doğrudan da bir daha buradan da təşəkkür edirəm Əvvəldir. sənə. Xoşdur, xoşdur. Gəldin və həm dəstək oldun, həm də ki obrazda doğrudan da hər işdə bir xeyir var. Daha yaxşı ola bilər deyil. Sözsüz ki, hər bir işdə, yəni mən də öz işimdə Ümumiyyətlə film çox maraqlı film alınıb. çox sağ ol. Maraqlı film idi. Hə, yəni bilirsən necə adam rahatlıqla, utanmadan deyə bilirsən ki, hə mən qapıda oynamışam. Bu önəmlidir aktyorsun. Çox önəmli bir şeydir. Çox sağ ol ki, hər bir orada iştirak edən aktyora və texniki heyətə, ümumiyyətlə heyətə təşəkkür edirəm. İnşallah biz bir dəfə də işləyərik. Çünki bizim artıq Vişnalı Ağızdaran qapı 3-cü işimiz idi, bir yerdə idi. Uca nəsə eləmək olar. Hə, artıq Güzel məsəl şey. böyük bir şey eləmək olar. Birlikdə işimizi görərik. Cəmil də qoşdular bizə. İndi burada Baxaram. Burada da Son ajarlarına. Baxaram. burada da yanında danışırıq deyə deyəmi. Hə, sən də bizə inəsən Cəmil. Hə, bizlə sən Cəmil. Sən mənim askımı ver. Sən bir dənə sözünün üstündə dur. Sonra o birisini şey eləyərik. Bir dənə Askını ver. Bir dənə o yerini keçmək üçün qızartma kartofla qatıqdan keçmək üçün belə özünün zarafatsız bildiyin nəsə varsa, məsələn maraqlı qatışımda məsəl üçün bunu eləyirəm, çox maraqlı daddır. Hansı ki Bu mən bir dənə söz deyim, bu nə yalan deyim. Bütün sulu yeməklər yoxdur. Mən bütün sulu yeməklərə sirkə qatıram. sirkə. Əslində hədə düşbələ ilə yaxşı gedir. Çox bomba gedir. Borşla amma yox da. Çox bomba olur. Doğrudan qaçmısan, borşa da sirkə Hər qatmısan. şey. Borşla mayonez. Ayranlaşa da. Ayran nə? Doğğa, ayranlaş da Lənkəran tərəfdə ayranlaş. Ayranlaş nədir o? Ala ayranlaş başqa şeydir. Görməzsən bir də bitsiz deyəcəm ayranlaş. Həm pişirir həm ayranaş. Ayranaş belə Doğğaya qatmısan sirkə. doğuya yox da dayda. Bütün solla yeməklərə bütün. Burada da verir. Doğan bir sulu yemək kimi, doğan bir sulu yemək kimi yemirik. Doğan bir stəkanda içirik. İsti olan deyilmirsən o sulu yemək. Yox, gözləyirik ki, soğusun. Ayranlaş Bakılılarda belə bir adət var. Ayranlaş amma yeyirik. Ayranlaş Ayranaş Lənkəranda deyirlər. Doğadır amma. Doğğa deyil, bizdə ayranlaşdır. Yox, bildiğimiz doğadır. Onu bildik. Doğğadır. Amma biraz fərqli Bizim deyil, bildiyimiz içi- doğğadır, yəni Yox, soruşuram. bildiyimiz doğğa deyil. Aş nə deyir? Düyü də atırsınız içinə. Hə. Doğada doğru da. Doğada Doğada olur da. Da bunlar aşı ürəklə deyir bu. Hədə Bizdə aş. bizdə aş deyilmir ki, plov deyilir. Bu Ayranlaş da da doğğadır, prosta bizdə ət də vurulur. Ayran Ha, plov. biz deyəndə ki o da bizik də. Prosta mənim maraqlı ki Abi, ayran. Lənkəran- Sən başqa qitədənsən. Ala Lənkəran tərəfdə. Bizdə deyəndə Lənkəran tərəfdə. Qıton başqa dördü. Ayran Götün doğğa yox, deyil də. gitən.
Ayran aç doğğadan. Qitəsin dağdallah. Hə? Ha, isti. Amma həmin doğğada biz bildiyimiz. Bizdə məsələn çox vaxt stakanda içirik, ya da ki qoyuruq soyuq olur. Hə. Bakı tərəfdə Bəzi Qaqa sizin qabda yediyinizi biz stakanda içərik. Güya nəsə dedi. Beşin bir yerində dava qırğın, kommentlər Yox, güya dava. nəsə dedi. Ya da oradan Bizdə də elə yer var ki, baxırsan ki, eyni yeməkdir, adı başqadır. bir çox yerdə Hə, bu arada düz deyil. Doğuya ət qatmaq söhbəti var. Bir dəfə sən gətirmişdin açığı. O da öyle idi. Bilirsən nə üçün? Ağız dadıma uyğun. dad deyil. yaddır. Hə, çünki mən doğğa ətlə birinci dəfə idi mən görürdüm də, yəni. E hərfi ilə başlayan yeganə Azərbaycan mətbəxinə aid yemək hansıdır? E hərfi ilə başlayan. Sən də fikirləş. Bu nədir? Belə yox. Nədir? Bir dənə yemək var da, o da bizim kənddədir. Et qutabı. Et qutabı, hə? Gedək.